Berlin gəzintimizin ikinci partından davam edirik. Növbəti dayanacağımız Berlin katedralı oldu. Maqnet almaq fikrinə düşürük və yoldaşım mənim yox, özünün bəyəndiyi maqneti aldığı üçün həmin maqneti çəkmirəm. Qeyd edim ki, həmin maqneti də elə o gün itirdik. Budur məşhur Berliner Dom, yəni Berlin katedralı. Katedralın içərisində Prusiya krallarının 90-dan çox ailə üzvünün məzarları yerləşir. Memarlığında İtalyan Renesansı ilə Alman baroko üslubu birləşdirilərək bu möhtəşəm protestant kilsəsi ərsəyə gəlib. Üslublar haqqında düzün desəm çox da bir fikrim yoxdur, amma katedral olduqca gözəl görünürdü. Yanında yerləşən bu tikili isə Berlinin ilk muzeyi olan Altes Muzeumdur və onu da qeyd edeyim ki, bu muzey UNESCO-nun Dünya İrsi siyahısında yer alır. İndi isə Berlinə gələn hər kəsin ilk ziyarət nöqtəsi olan Brandenburg qapısına gəldik. Soyuq müharibə dövründə Şərqi və Qərbi Berlinin simvolik sərhəddə olan bu qapı hal-hazırda sülhün və birliyin rəmzi sayılır. Üstündə zəfər tanrıçası Quadriganın heykəli yerləşir. Növbəti ziyarət nöqtəmiz Holokost memorialı olur. 2711 ədəd fərqli ölçüdə boz beton blok. Bəs bunun mənası nədir? Bu memorial 6 milyon yəhudinin xatirəsinə ucaldılıb. Holokost zamanı öldürülən Avropa yəhudiləri. Blokların düzülüşü labirint effekti yaradır. İçəri girdikcə səssizlik və qəribə bir his doğurur. Bura mənə göstərdi ki, tarix geridə həmişə göstərişli incəsənət abidələri buraxmır. Bəzən də sadə soyuq betonlar buraxır və məhz bu betonlar bəzən daha çox şey ifadə edir. Oradan ayrılıb Berlin Mola gəldik. Burada Azərbaycanlı bir gəncə məxsus olan Ormanda Cafe House adlı bir məkanın olduğunu öyrəndik. Uzun müddətdir ki, bu qədər dadlı tort yeməmişdim. Sanki Raffaello şokoladının dadını verirdi. Biraz da molu gəzdikdən sonra nəhayət ki, gəlib otelimizə çatırıq. Gün ərzində o qədər yorulmuşduq ki, axşam yeməyi olaraq pizzanı da otelə sifariş elədik. Berlində ilk günümüz bu şəkildə keçdi. Part 3-də isə ikinci günümüzdə davam edəcəyik. Hələlik özünüzə yaxşı baxın.